İsimləşmə prosesi necə gedib burada? Sayın yanındakı isim cümlədən düşən zaman həmin o ismin xüsusiyyətləri gəlib sayın üstünə yerləşir. Baxın, ikincilərimiz əla yarışdılar, ikinci siniflərimiz, fərz eləyin ki, cümlə belədir. İkinci siniflərimiz əla yarışdılar, düzdürmü? Mən bu siniflərimiz sözünü buradan çıxıram. Amma siniflərimiz sözünün üzərində hansı şəkilçilər var? Bir dənə baxın. Lər və iniş şəkilçi, cəm və mənsubiyə şəkilçi, düzdürmü? Və isimləşdirdiyimiz həmin bu sözün üstünə, bax, bu siniflərimiz sözündə hansı şəkilçilər varsa, bax, bu şəkilçidir, bir də bu şəkilçidir. Hansı şəkilçi varsa, həmin şəkilçini gətirib yazırıq. Və ismi də nə edirik? Təbii ki, buradan düşürdürük. Olmaz, çünki isim yanında yazılsa. Və cümləmiz necə olur? İkincilərimiz əla yarışdılar. Deməli, cümlədə hal-hazırda isimləşmiş nə var? İsimləşmiş sıra sayı var. Aydındır?